Dövlət Gömrük Komitəsinin və Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı əməkdaşları korrupsiya ittihamı ilə Baş Prokurorluq yanında korrupsiya qarşı mübarizə baş idarəsi tərəfindən həbs olunublar. Artıq Azərbaycanda bir təmizləmə prosesi gedir. Bu həm müxalifət cəbhəsində gedir. Yəni birazdan bu barədə də danışacağıq. Azərbaycan dövlətinin əleyhinə çıxan vətən xainləri, dövlətimizi 5 quruşa hansısa xarici xüsusi xidmət orqanına satan adamlardan təmizlənir dövlətimiz. Eyni zamanda elə hökumətin daxilindəki korrupsioner məmurlardan, öz işinin öhdəsindən gələ bilməyən vəzifəli şəxslərdən də təmizlənir. Bəli. Necə hesab edirsiniz? Ciddi islahatların başlandığının anonsu ola bilərmi bu həbslər, baş verən proseslər? İslahatlar davamlı prosesdir. Təbii ki, İlham Əliyev bütün prezidentliyi dövründə həmişə islahatlara meyilli olub və hətta inqilabi islahatlara da gedib, yəni çəkinməyib də. Bəli. Çünki başa düşür ki, yenilənmə olmalıdır. Yeni qüvvələr hakimiyyətə gətirilməlidir. Yəni yeni kadrlar irəli çəkilməlidir. Zamanla ayaqlaşa bilən, dövrün çağırışlarına cavab verən adamlar vəzifə başında olmalıdır. Ona görə də indi bu Gömrük Komitəsində baş verənlər, gömrük sahəsində baş verənlər onu deməyə əsas verir ki, cənab prezident bəyan etdiyi prinsiplərə sadiqdir. O dəfələrlə çıxışlarında deyib, görüşlərində deyib, hansısa məmuru təyin eləyəndə ona tapşırıqlarında deyib ki, vicdanlı olun, təmiz işləyin, vətəndaşı incitməyin, qanunsuzluğa yol verməyin. Bunu deyib. Adamlar da deyib ki, baş üstə cənab prezident. Amma bu baş üstə deyib də gedib bu əməlləri törətmək nə demək? Yeri gəlmişkən xatırlatmaq istəyirəm, Ulu Öndər Heydər Əliyevin sağlığında ümumiyyətlə bizim bu gömrüklə bağlı həmişə problemimiz olub, yeri gəlmişkən. Düzələnmədik də biz bu gömrük. Bəli, nəsə orada bir problem var. Mənə deyək ki, bunu kökündən ləğv eləmək lazımdır yəqin. Orada gələcək. Heydər Əliyevin sağlığında mən xatırlayıram, müşavirədə Heydər Əliyev özü sərt şəkildə dedi ki, yəni aeroportda, hava limanında Yapon səfirindən rüşvət istəmişdilər. Təsəvvür edirsiniz? Yaponiya səfiri Azərbaycana gəlir. Gömrükçülər ondan rüşvət istəmişdilər. Yəni, nə qədər alçalmalısan, nə qədər sən dövlət maraqlarını ayaq altına atmalısan ki, bir ölkənin səfirindən belə rüşvət istəyəsən. Yəni, bu qurum düzəlmir. Mənə elə gəlir ki, indi biz elə bir mərhələyə çatmışıq ki, dəfələrlə bu söhbətlər olub əslində. Sadəcə üstünə gedilməyib. İndi mənə elə gəlir ki, artıq Gömrük Komitəsini ümumiyyətlə ləğv eləmək lazımdır. Biz elektron hökumətə keçmişik. İdarə etmədə optimallaşdırmanı yüksək səviyyəyə daşımışıq. Azərbaycanda asan xidmət deyə bir xidmət də var. Yəni, müxtəlif sahələri əhatə edən. Gömrük də niyə asanlaşdırılmasın? Bütün dünyada nümunə gücünə malik olan bir xidmət. Bəli. Bunun BMT səviyyəsində qeyd olunur. Ayrı-ayrı dövlətlər gəlir o təcrübəni burada öyrənir, gedir öz ölkəsində tətbiq edir. Yəni, bizim belə təcrübəmiz varkən, bu daim bizə problem yaradan gömrük xidməti ilə bağlı ciddi islahat aparır. Ümumiyyətlə onu ləğv etmək lazımdır. Yerində tamam fərqli, elə asan xidmətə uyğun bir xidmət qurulmalıdır ki, vətəndaş narazı olmasın. Yeri gəlmişkə, bax, son günlər mənim qarşıma videolar çıxırdı. Tır sürücüləridir. Yəni, adamlar dəli olublar sürücü. Gömrüğün başına gətirdiyi oyunlardan. Ki, deyib, süni əngəl yaradır da. Biri var, nə, qanunidir. Tamam, gələk, keçək də, heç bir problem yoxdur. Yoxlayın, əlbəttə yoxlamalısan. Ölkəyə nə girdi, nə çıxdı, yoxlanmalıdır. Buna heç kim etiraz etmir. Amma deyir, saatlarla bizi orada deyir. Boşu-boşuna gözlətirlər. Növbə yoxdur, adam yoxdur, dayanmalıyıq. Gözlə. Kimsə işə gəlməyib. Kimsə nə bilim növbəni dəyişir. Kimsə nə bilim nəyinsə dalınca gedir. Yəni görürsünüz, süni şəkildə əngəl yaradırlar ki, rüşvət alsınlar. İndi də həbs olunublar, bu cür adamların bir qismi. Amma mən əminəm ki, hamısı həbs olunmayıb. Elə bax, bu şəbəkə bütövlükdə ləğv edilməlidir. Gömrük Komitəsi ilə bağlı islahatlara gedilməlidir. Yəni asanlaşdırmaq lazımdır o şeydə. Çünki gömrük elə bir şeydir ki, düzdür, ölkənin iqtisadi, nə bilim, lap elə təhlükəsizlik məsələlərinə də dəxli var. Amma, yəni 21-ci yüzildə durub bu qədər baş ağrısı olmamalıydı bu gömrük. Prezidentin komandasında ən çox tənqid olunan qurumlardan biridir. Ən çox. Kimin adına yazılır? Prezident İlham Əliyevin. Bunların bütün bu bəd əməlləri, yaramaz əməlləri yazılır kimin adına? Prezident İlham Əliyevin. Niyə yazılmalıdır? Bu İlham Əliyevin iradəsi deyil axı. Ona görə mən düşünürəm ki, onunla bağlı radikal
islahatçı addım atılmalıdır, ləğv edilməlidir. Yəni başqa qurumlara Belə birləşdirilməlidir. fikirlər səsləndirilir ki, Dövlət Gömrük Komitəsi ləğv ediləcək, xidmət kimi yaradılacaq. Gömrük xidmət Bəli. kimi indi siz asan xidmət modelində yeni bir modeldən danışdınız. Hesab edirəm ki, bu məsələ də müzakirəyə açıq Bəli. məsələdir. Müzakirə oluna bilər. Bəli, asan xidmət modelində bir model yaradılsa, bu problem kökündən həll olunar. Amma mütəxəssislər belə təşriflər irəli sürürlər ki, Dövlət Gömrük Komitəsi ləğv ediləndən sonra ki, yerində yaradılacaq indi xidmət və ya hansısa formada bir qurum Maliyyə Nazirliyinə birləşdirilməlidir. Uyğundur. Bilirsiniz niyə? Çünki bu gömrük də puldur da, yəni orada da gömrük rüsumları filan təbiidir ki, onun böyük bir hissəsi elə maliyyə məsələsidir. İndi uyğun şəkildə dövlət təhlükəsizliyi xidməti tərəfi də var onun, nə bilim də qaçaqmalçılıq və s. məsələləri də var, daxili işlər də var hətta yeri gələndə. Amma bunun bütövlükdə mahiyyəti maliyyədir, puldur. Bəli. Çünki gömrük rüsumlarıdır. Ölkəyə girən, çıxan, nə bilim, gələn, gedən hər kəsin ödəmələri var orada. Böyük hissəsi bunun maliyyə ilə bağlı olduğuna görə, bəli, Maliyyə Nazirliyi nəzdində məsələn bir xidmət ola bilər. Gömrük xidməti. Bu nöqteyi nəzərdən Və özü də asanlaşdırılmış gömrük xidməti. Bu nöqteyi nəzərdən yanaşsaq, o zaman gərək vergilər xidmətdə Maliyyə Nazirliyinə birləşdirsiniz ki, o da yığımdır. Vergilər, əslində vergilər, əvvəllər bilirsiniz də nazirlik idi, yadınıza gəlir. Ayrıca nazirlik idi. Sonra xidmət oldu, İqtisadiyyat Nazirliyi. Yeri gəlmişkən, o da nazirlik olanda nə qədər narazılıq var idi. Nə qədər narazılıq var idi. Bəli. Və sonra onu ləğv etdilər İqtisadiyyat Nazirliyi nəzdində. Amma yenə də pul məsələsi, ümumiyyətlə mən düşünürəm ki, pul, maliyyə məsələlərinin hamısını elə maliyyəyə birləşdirmək lazımdır. Onun ətrafında təmərküzləşdirmək lazımdır. Çünki harada pul varsa və yığım varsa və bu pullar hara getməlidir? Dövlət xəzinəsinə. Dövlət xəzinəsinin də işləri ilə məşğul olan qurum Maliyyə Nazirliyidir. Nəzərə alsaq ki, yeni Maliyyə Naziri işlədiyi o dövlət orqanlarında hər zaman korrupsiyaya qarşı mübarizə aparıb, dövlətin pulunun qorunması uğrunda çalışıb. Bu baxımdan da yanaşanda Maliyyə Nazirliyi birləşdirməsi məqsədi var. O Maliyyə Nazirliyi zat marağım yoxdur. Yəni nə bir alacağım, verəcəyim də yoxdur. Təbii ki, əlbəttə. Vətəndaş sadəcə Sahil Babayev Sosial Müdafiə Naziri, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri işləyəndə ətrafında çox ajiotaj var idi. Və o da nə üçün idi? Məsələn, saxta pensiya alanlar var idi. O onları ləğv edirdi. Və təbiidir ki, o saxtakarlar da şəbəkələşib ona qarşı kampaniya aparırdı. Bəli. Qarabağ qazilərini qızışdırıb üstünə göndərirdilər. Ki, geçsinlər, sındırsınlar, dağıtsınlar, nəsə etsinlər. Yəni, bir növ, bu adam təmizləmə işi aparırdı. Bu tərəfdən də dirəniş vardı. Hətta mənim özüm də bildiyim hallar var. Və sən adamlar var idi ki, heç bir xəstəliyi olmadan pensiya alırdı. Saxta sənədlərlə. Onlarla belə adam tanıyırdıq. Hamısı ləğv olundu. Minlərlə. Şəxsən tanıdıqlarımız. Amma mən Azərəsrət qarşınızda. Əslində bugün pensiya almalı adamam. Qanuni pensiya. Və izah edeyim niyə. Tamaşaçılar üçün də maraqlı olacaq. Onurğa sütunumdan 2 dəfə əməliyyat olunmuşam. Birinci dəfə əməliyyat 2015-ci ildə olundu. Daha doğrusu 2014-cü ilin may ayında olundu. Mən çox səfərlərdə olan adam olmuşam, çox işləyən adam olmuşam. İndi də eləyəm, kompüter arxasında çox otururam. Bu təbii ki, səhhətimə problem yaratdı. Yırtıq yarandı, ciddi problemlər, ayaqlarım keydi və s. Getdim, əməliyyat olundum. Aradan il yarım keçdi, eyni intensivlikdə işlədiyimə görə eyni yerdən təkrar əməliyyata girməli oldum. Əməliyyatdan çıxanda həkim gəldi mənə dedi ki, Azər müəllim, sizə sənəd verəcəm, siz artıq bundan sonra əmək fəaliyyətinizi bərpa edə bilməyəcəksiniz. Pensiya almalısınız. Mən sizə sənəd verəcəm, aparıb verərsiniz, sizin poliklinikaya müvafiq sənədləri yığacaqlar, neyəcəklər? Əminəm ki, müraciət eləməmisiniz. Mən bilirsiniz nə dedim? Dedim, mənə ayıb olar. Tütü, ay qardaş, burada ayıb olacaq heç nə yoxdur. Siz bərpa oluna bilməyəcəksiniz. Bu bitdi də, yəni sizdə bu getdi. Fiziki olaraq siz artıq ömrünüzün sonuna kimi şikəstsiniz. Dedim, mən onu özümə yaraşdırmaram. Dedim, mən bilmirəm, mən sənədi verəcəm. Özü də qayıtdı, bilirsiniz nə dedi mənə, həkim? Dedi, cəmaat bunun üçün rüşvət verir mənə. Düz deyir. Dedim, mən sizdən heç nə istəmirəm, qanuni bir şey.
Dedim sənədi verin, bilirəm nə edəcəm. Apardım, poliklinikaya verdim və onunla da unutdum. Dedim ki, mən pensiya istəmirəm. Mənə ayıb olar. Bu qədər ehtiyacı olan insan varkən. Amma şərəfsiz bir zümrə var bu ölkədə. Əxlaqsız, mənəviyyatsız, heç bir xəstəliyi olmadan gedir pensiya alır. Bunların da bu sahibi pensiyalarını o həmin dövrün naziri ləğv elətdirən Sahil Babayev də nazir olandan sonra böyük bir kampanya başlatdı. Yoxlamalar filan düzdür. Arada narazılıqlar oldu, haqlı narazılıqlar. Çünki o qolunun oduna yaş da yanar dedilər də. Yəni hamını ucdan tutma yoxlama olanda təbiidir ki, yerlərdə, bəzi idarələrdə hələ də o rüşvətlə işləməyə alışmış adamlar qaldığına görə götürdülər, başladılar problem yaratmağa. Əslində narazılığa səbəb olanlar həm də onlar idi. Körükləndirən. Çünki onlara sərf eləmir axı bu rüşvətsiz sistem. Onlar rüşvətlə adama pensiya yazıblar. İndi də bəlli olur ki, bu adamın xəstəliyi yoxdur. Elə adam var ki, güya ürəyində problem var, eləsi var da xərçəng imiş, eləsi var nəymiş. Yoxlayırlar, görürlər, çıxmır da. Xərçəngin salamat adam. Salamat. Və pensiya alıblar, illərlə pensiya alıblar. Və belə adamlar indi də qalır əslində az sayda da olsa. Amma Sahil Babayev böyük kampanya apardı, onların böyük əksəriyyətinin pensiyasını ləğv elədi. Yəni, ona görə də ona qarşı o cür geniş çaplı kampanya aparıldı ki, adam rüşvəti təmizləyir. İndi əgər maliyyə sistemində də eyni tempdə işləyəcəksə və işləyirsə, mən hiss edirəm ki, işləyir. Çünki belə bir problem görmürük hələ ki. Əgər davam edirsə, gəlin elə gömrüyü də verək ona. Nə bilim, vergini də verək ona. Qoy bu xidmətləri yığsın bir yerə, dövlət büdcəsinə gələn pulların həcmi artsın. Yəni, şəffaflaşma getsin, təmizlənmə getsin. İndi başqa qurumlar tutaq ki, bunu edə bilmirsə, yaxud etməyiblərsə, yaxud etmək istəməyiblərsə, bu etmək istəyirsə, niyə o şərait yaradılmasın ki? Mən düşünürəm ki, bu yöndə hansısa addım atılacaqsa, bundan biz ziyan görməyəcəyik. Ən azı bugün statistikanı bəlkə də indi o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlaya bilər. Bəlkə də 10 minlərlə, bəlkə də 100 minlərlə adam saxta pensiya almır artıq bu ölkədə. Saxta, haqqı olana bir şey demirik. Amma saxta pensiya nə deməkdir? Dövlət büdcəsinin sorulması deməkdir. Yəni büdcədə nə pul var, boşuna gedir. Halbuki baxırsan adam, tir kimi adamlar var, pensiya alır. Ondan savayı, bu sosial yardımlar ki var, o işləməyən yaxud az maaş alanlara. Onlarla bağlı da bu Sahil Babayev vaxtında ciddi addımlar attı. Ki bəlli olurdu ki, deməli, bəzən o donuzu əskik olan adamlar sosial yardım alır. Hər cür şəraiti var, hər cür imkanı var, amma o alırmış sosial yardımı. Ehtiyacı olan qalır qıraqda. Doğru. Ona görə də bax, o cür məsələlərin üstünə getdiyinə görə onunla bağlı böyük kampanyalar aparıldı. Təbiidir ki, biz də çalışdıq ki, o təmizləmə, şəffaflaşdırma işinə bir vətəndaş olaraq öz töhfəmizi verək. Şəxsən mən bu cür addımları həmişə təqdir etmişəm. Təki rüşvət olmasın, təki qanunsuzluq olmasın, təki dövlətə etimad və etibar daha da yüksəlsin. Bu şeylərin arxasında biz həmişə olmuşuq, olacaq.